Şərt oxuyaq. Python dilində verilmiş proqramın 10 dəfə ardıcıl icra edilməsi nəticəsində ST dəyişənlər cütünün qiymətləri aşağıdakı kimi növbə ilə klaviaturadan daxil edilərsə, neçə dəfə bəli sözü çap edilər. Deməli, 10 dəfə icra olunursa və burada da ST dəyişənlər cütünə baxılmalıdır. Və S-imiz bizim nə olacaq? Gəlin bu birincidən başlayaq. S-imiz burada 1-dir, T-miz isə nə olur? 2. Deməli, şərtə uyğun olaraq biz bəli sözünün çap olub olmamağına baxmalıyıq. Əgər birinci şərtə baxırıqsa, S 11-dən böyükdürmü? Baxırıq ki, 1 11-dən böyük deyil. Oradakı və ya deməkdir. Biz də bilirik ki, hər iki haldan hər hansısa biri doğru olarsa, deməli, aşağıdakı printə düşə bilərik. Əgər birinci şərt ödənmirsə, baxırıq ikinci şərtə. 2 11-dən kiçikdirmi? Deyirik, bəli. Bu zaman bir dənə burada nə oldu? Bəlimiz çap oldu. Daha sonra baxırıq 12 və 2-yə. Deməli, S-in qiyməti 12-dir. 12 11-dən böyükdürmü? Elə birinci ödəndisə, daha ikinciyə baxmaya ehtiyac yoxdur. Print nə olacaq? Bəli. Plus yenə 1 əlavə edirik. Daha sonra 1 ilə 12-yə baxdığımız zaman, bu zaman isə şərt ödənmir. Nəyə görə? S 1-dirsə 1 11-dən böyük deyil. İkinci şərtə baxırıq ki, 12 11-dən kiçikdirmi? Xeyr. Deməli, bu şərtdə ödənmir. İndi 12 ilə 12-yə baxdığımız zaman 12 11-dən böyükdürmü? Birinci şərtdə ödənir, amma ikincidə ödənmir. Buna baxmayaraq, yenə biz bəlini götürə bilərik burada. Və mənfi 12 ilə mənfi 12-yə baxdığımız zaman birinci şərtdə ödənmir, amma ikinci şərtdə ödənir, çünki mənfi 12 11-dən kiçikdir. Deməli, burada yəni 1 əlavə edirik. Daha sonra mənfi 12 ilə 13-ə baxdığımız zaman mənfi 12-də birinci ödənmir, çünki 11-dən böyük ola bilməz. Və ikinciyə baxdığımız zaman isə 11-dən 13 kiçik ola bilməz. Yəni ödənmədi bu da. Mənfi 12 ilə 13-ə baxdığımız zaman isə, daha doğrusu mənfi 12 ilə müsbət 12-yə baxdığımız zaman isə mənfi 12 birincidə, yəni birinci şərtdə ödənmir. Amma baxırıq ki, ikinci şərtdə də müsbət 12 ödənmir. Deməli, bunu da götürmürük və baxırıq sonra 11 ilə 11-ə. 11 böyükdürmü 11-dən? Deyirik, yox. Və həmçinin ikinci şərtdə də yox olacaq. Yəni, bunu da götürməyəcəyik. 11 ilə 5-ə baxdığımız zaman 11 11-dən böyükdürmü? Yox. Amma 5 11-dən nədir? Kiçikdir. Deməli, yenə plus 1 edirik. Və 5 ilə 9-a baxdığımız zaman 5 11-dən böyük ola bilməz. Amma T 11-dən nədir? Kiçikdir. Çünki T-nin qiyməti burada 9-dur. Buna da plus 1 yazırıq. Baxırıq ki, plus 1-lərimizin sayı nədir? 6-dır. Deməli, burada 6 dəfə bəli sözü çap edilib. Deməli, doğru variant D variantıdır.